Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. 75 min manata Saray qəsəbəsində kubcalı ev satışa çıxarıldı. Yəni bu evin də kubcası var, torpağın da kubcası var. Yəni birbaşa alar-almaz qeydiyyata düşəcəksiniz. Qaz, su, işıq sayğacları, kanalizasiyası da ki, mütləq mərkəzi kanalizasiyadır. 3 otaqlı evdir, amma qəşəng, yaraşıqlı, görkəmli evdir. Şəbəkə pəncərələrləndir, işıqlı, belə qəribə qeyri-adi proyektli evdir. Gəlib inşallah baxanda ətraflı izah eləyəcəm. Həyəti də ki, 2 sot torpağı var, amma böyük ərazidə. Bax, görürsünüz, geniş sahəsi var, ərazisi böyükdür. İstəsiniz naves düzəltdirərsiniz, besetka düzəltdirərsiniz. Məsələn, burada bağ yerlərdir, ağac yerləri saxlayıblar burada, görürsünüz. Burada. Hasarların hamısı işıqlandırılıb. Gecə bura çox qəşəng işıqlı, gündüz kimi olur. Burada da var, burada da hasarın qırağında bax belə. Yenə işıqlar, hasar, üstü qəşəng ramkalı, hər şərait qurulub. 75 bin manata da qiymətidir, qiymətdən narahat olmayın, endirim olunacaq. Hasarımız evimizin üstü tarsovka emusiyadır, qıraqları belə katlı, işıqlı və şəbəkə pəncərəli. Bu da podvalımız. Bax belə, podvalın içinə girmək üçün bu hələ yığışdırılmayıb, beton stəşqə verilib, təzə tökülüb. Atmaları, zadı hamısı sıx-sıx atılıb. Sonra buradan da ara məsafəsini göstərim sizə. Buradan baxın, buradan da var. Evin o tərəfinə də ara məsafəsi var. Zoloblar da hamısı mərkəzi kanalizasiyaya qoşulub. Buradan pilləkənlə çıxırsınız, 6, 7, 8 daş kürsülü. Sonra gəlirik bura, bax burada belə, mətbəxin qabağında. Oturmaqçı belə xüsusi belə bir plaşatka hazırlanıb. Burada da kombinin yeridir, qazıdır, rozetkasıdır, hər bir şey hazır vəziyyətdədir. İndi evimizin içərisinə gəlirik. Bax belə bir koridordur, koridora belə ramka dekor vurulub. Oradan sonra birinci mətbəxə baxaq. Bax bu mətbəxlidir, görürsünüz. Mebel arası keramikası vurulub. Yeridən yəqin istifoldur bunun. Yeri istifoldur, bütün nöqtələrinə qədər qoyulub. Bir dənə də oradan çəkə buranı. Hətta burada qaz xəttinə qədər çəkilib, hazır vəziyyətdədir. Pəncərələr də belə cifti də var, birbaşa da açılır pəncərələr. Sonra o otaqlara baxaq. 75 bin manatdan endirim olunacaq, yaxşı endirim eləyəcək ev sahibi özü. Bura qonaq otağıdır, yəni zalı. Bax görürsünüz, böyük bir səliqəli səhmanlı zaldır. Burada yenə pəncərə, şəbəkə pəncərə birbaşa öz həyətinə baxır. Buradan bir dənə həyətə çəkəcəyimiz olmasa. Bax görürsünüz, həyətin bir dənə böyüklüyünə, genişliyinə fikir verin. Bax görürsünüz, nə boyda ərazidir. Bax belə. Pəncərələr də ki, bir də izləyirəm, şəbəkə pəncərədir. Bax, burada da TV-stentin yeri düzəldiblər, işıqlar qoyulub, bu da TV-stentin yeridir. 3 otaqlı evdir, kubcalı evdir, 75 min manatadır. Sonra bu bir yataq otağıdır. Bax, kifayət qədər geniş yataq otağıdır. Bax, görürsünüz, böyük yataq otağıdır. Bu bir yataq otağıdır, burada da növbəti yataq otağı. Bir yataq da buradadır. Bu ona nisbətən biraz balacadır. 75 mindən endirim olunacaq paket kubcalı evdə əyərləşdiyi ərazi Pərvan Şadlıq sarayından gəlirsiniz aşağı. Yəqin ki, bir 500 metr məsafə olacaq. Bu da sanitar qovşağı. Bu da sanitar qovşağı. Bax belə. Bir də zəhmət olmasa izah edeyim. Deməli, Saray qəsəbəsində bu ev satışa çıxarıldı. 3 otaqlı evdir, 2 sotun içərisində paket kubcalı evdir. Nəqd şərtlərə yararlıdır, ipoteka da yararlıdır. Mütləq gəlin bu evə baxın. Qaz, su, işıq sayğacları kanalizasiyasındakı mərkəzidir. Yerləşdiyi ərazini bir də təkrar edirəm. Pərvan Şadlıq sarayından dönürük içəri. Yəqin ki, bir 500 metr məsafə ilə gəlib bura çıxmaq olacaq. Allah Allah'ın da satanda xeyir versin.